Hare Krishna əziz sadiqlər, hamınızı təzimlərim. Bir istəyirdim bir-iki kəlmə deyim bizim bu proyekt barədə, ayda bir kitab proyekti barədə. Və bu yaxınlarda bu barədə fikirləşdim ki, nəyisə qurmaq, həvəslənib nəsə düzəltmək o qədər də çətin deyil. Nəyisə dağıtmaq ondan da asandır. Amma nəyisə necə deyirlər, davamlı olaraq eləmək bunun üçün müəyyən istək tələb olunur. Yəni tələb olunur demək düz deyil. Yəni insanda biraz daxili istək olmalıdır ki, heç nəyə baxmadan gərək mən bunu hansısa bir məqsəd üçün davam edeyim. Ne üçünsə. Misal üçün bəzən səhər durub, yəni bəzən yox, hər gün səhər durub idman edirəm. Tez olur ki, ağıl tənbəllik eləmək istəyir. Ağıl həvəs yoxdur, nəsə özünə əziyyət verməyə, nəsə yorulmağa. Amma gün ərzində özünü gümrah hiss eləmək üçün, gün ərzində daha da enerji olmaq üçün, ümumiyyətlə bədənin düzgün saxlanıb, qorunub saxlanmasının xətrinə bunu mən səhər durub istəsəm də, istəməsəm də bunu başa düşürəm ki, bunu eləmək lazımdır, balaca askezanı, sağlamlığımın xətrinə. O cür də bütün xidmət formalarında, bütün xidmət növlərində bizim bəzən istəyimiz ola bilər, bəzən entuziazm ola bilər, bəzən bu olmaya bilər. Və bu belədir. Çünki biz hələ niştə səviyyəsinə çatmamışıq. Stabillik deyil, bizim Krishnayanı razı salmaq istəyimiz həmişə yanmır. Ona görə təbii olaraq bizdə bəzən entuziazm olur, bəzən olmur. Amma Şrila Prabhupāda'nın xətrinə, öz ruhi inkişafımızın xətrinə bu cür bizim ümumi bir yerdə elədiyimiz bu yagyanın həm bizim öz ruhi inkişafımızın nə qədər bunun bəhrəsi olmazını nəzərə alaraq və Şrila Prabhupāda'nı bu nə qədər razı salır, bizim ümumi bir yerdə belə bir şey eləməyimiz və buna aparmağımızın Şrila Prabhupāda'nı nə qədər razı salmağını nəzərə alaraq bunu gəlin çalışaq davam eləyək. Çünki davam eləmək ən çətin məsələdir. Ona görə Vishnu özü götürür bunu öz boynuna. Brahma yaradır, Shiva dağıdır, amma nəyisə saxlamaq, yəni ki, onu aparmaq, bu kainatı поддерживать, yadımdan çıxıb Azərbaycanca necədir bu söz, bunu saxlamaq, yəqin ki, belədir. Bunu Vishnu özü eləyir, çünki bu ən çətin məsələdir. Biz də Vishnu'nun fədailəri kimi, Vaishnavlar kimi, fədailər kimi biz də bunu bilməliyik ki, nəyisə davamlı eləyərək saxlamaq ən çətin məsələdir. Və bunun üçün az və yaxud çox sadiqlik lazımdır. Yəni ki, heç nəyə baxmayaraq, gələcəyin xətrinə, ruhi inkişafımızın xətrinə, bunun Krishnanı nə qədər razı salmağını nəzərə alaraq, gəlin heç nəyə baxmadan bir yerdə bu xidməti eləyək. Bu xidmətin əsas qiyməti odur ki, bizim ümumi bir harda yaşadığımızdan asılı olmayaraq ümumi bir Krishna üçün xidmətimiz var. Həyat formamızdan, həyat fəaliyyətimizdən asılı olmayaraq, pozisiyamızdan asılı olmayaraq, yatrada tuttuğumuz mövqedən asılı olmayaraq hər birimiz ay ərzində bir dəfə
qoşulub bu proyektdə bu yaqyanın bir hissəsi ola bilərik. Bu mümkündür. Buna bir balaca istək lazımdır. Bir balaca. Çox istək yox. Bunu hər gün eləməyə çox istək lazımdır. Bunu hətta həftədə bir dəfə eləməyə çox istək lazımdır. Amma ayda bir kitab yaymağa bir balaca ümumi bu yaqaya qoşulmaq, ümumi bir meditasiya, ümumi bir Krishna üçün xidmətə qoşulmaq istəyi olmalıdır. Və buna qiymət. Bunun qiyməti bircə kitab yayılmağında deyil. Bunun qiyməti həm də ondadır ki, bizim ümumi bir işimiz var. Biz ümumi bir xidmət edirik, bir proyekt həyata keçiririk Krishna üçün, Krishnanın razılığı üçün. Bu çox qiymətlidir. Biz görə bilərik, bütün qurular Şrila Prabhupāda'nın dediyini təkrar edirlər ki, сотрудничество, yəni ki, bir-birimizlə yəni heç nəyə baxmayaraq bir yerdə müəyyən bir xidməti edək. Ona görə əziz fədailər, xahiş edirəm, heç nəyə baxmadan gəlin bu proyektə aparaq. Gəlin, bizim bu proyektlə dağı üstünə qoymaq fikrimiz yoxdur və bu proyekt əlbəttə ki, bu proyektin köməyi ilə məbədə çoxlu pullar gətirməkdir. Belə bir fikrimiz yoxdur. Krishna deyir, mənə gül, yarpaq və su təklif elə və bunu məhəbbətlə eləsən, mən səndən razı qalacam. Və o cürdə bizim bu proyekti aparmaq istəyimiz, heç nəyə baxmadan buna qoşulmaq istəyimiz, bunu hansısa bir yolla burada iştirak eləmək istəyimiz hal-hazırda bizim sədaqətimizin, bizim sadiqliyimizin rəmzi olacaq. Yəni deyirəm, bu çətin deyil. Buna balaca bir istək lazımdır. Hətta heç vaxt Sankirtanaya çıxmayan adam da ayda bir nəfər tapıb ona bir kitab verə bilər. İllah da ki, əgər kitabları biz pulsuz, yəni ki, pulsuz deyəndə ki, yəni hədiyyə də eləyə bilərik. Nəzir verən versin, verməyən verməsin, seçib bir adam. Seçib bir adam. Əlbəttə, küçəyə çıxıb kitab yayırıqsa kimə gəldi, orada nəzir istəmək yaxşı olar. Amma əgər biz tanıdığımız adamların içindən bir nəfəri seçib veririksə, ona baxmaq lazımdır. Keçən dəfə Smaranam Prabhu demişkən, ola bilər kiməsə udobnu deyil demək ki, əvəzinə nəzir ver. Ola bilər kiməsə udobnudur. Bunu nəzərə alaraq kiməsə deyə bilərik, kiməsə deməyə bilərik. Ən azından gəlin bu kitabları verək, getsin bunlar insan cəmiyyətinə. Oldu əziz Kakraz mənə zəng edirlər. Hari Krishna, uğurlar.